Quran nazil olmamışdan qabaq Allahın elmində idi. Allahın elmindən də zatı birdir. Bəli. Sifətləri də zatı birdir. Allah o Allahın xəzinəsindədir. Sonra Allah onu nazil elədi. Xəzinəsi qaldı özündə. Deməli hamısı nazil olmadı. Bir şey orada qaldı. O qalana biz nə deyirik? Qalana biz deyirik Quranın həqiqəti. Məsələn siz təsəvvür edin günəşin qabağına bir dənə ayna tutursun. Elədir. Günəşi göstərəcək o ayna. O güclü günəşi göstərəcək. Amma tam günəşin özüdür xeyr. Günəşin xüsusiyyətləri onda yoxdur. Nə qədər ki bacarır özündə inikas elətdirmək, nə qədər bacarır özündə göstərmək, ayna həmin qədər göstərəcək. Bax hala aynada olan bizim misallarımızdan, xaricdə olan misallarımızın eyniyyəti var. Aynanın qabağında, gözün qabağında dururam. Eynən mənəm. Siz orada durursunuz, sizi göstərəcəm. Mənim xüsusiyyətlərimi sizi göstərmir. Amma fərqimiz vardır. Fərqimiz bundan ibarətdir ki, onun nə kilosu var, onun nə enliyi var, onun nə çəkisi var, onun heç bir maddi xüsusiyyətləri yoxdur. Amma eynən mənəm, eynən məni göstərir, eynən mənim misalımdır. Günəş də o cürə, mənim əlimdə olan günəş yandırmır ki, gözüqdə olan günəş. Amma göydəkindən nə qədər fərqlənir? Yerdəki onun həqiqətin bu nişan verir. Əllamə Təbatəbai deyir, burada əlaqə misal mütəmasil əlaqəsidir. Misal mütəmasil əlaqəsidir. Bu olan Quran misaldır, o da mütəmasildir. Yəni onun həqiqətini göstərir. Amma bacardığı qədər. Burada yəni tam onu ifadə edə bilməyəcək. Tam onun yanındadır. Bəli. Tam Allahın elmindədir.